Salam, hər vaxtınız xeyir. Bugün kiber təhlükəsizlik dərslərimizin 7-ci dərsindəyik. Bugünkü dərsimizdə Cyber Kill Chain və CM SOAR sistemlərini öyrənəcəyik. Bu başlıq altında Cyber Kill Chain mərhələləri, Logs and Investigations və son olaraq CM SOAR sistemləri və bunların fərqi nədir, onu öyrənəcəyik. İlk olaraq Cyber Kill Chain nədir? Cyber Kill Chain, yəni kiber hücum zənciri, Lockheed Martin şirkəti tərəfindən hazırlanmış bir modeldir. Bu model bir kiber hücumun mərhələlərini izah edir, təhlükəsizlik mütəxəssislərinə hücumların hansı mərhələlərdən keçdiyini anlamaqda kömək edir. Bu model 7 əsas mərhələdən ibarətdir. Gəlin hər birini ayrı-ayrılıqda izah edək. Birinci mərhələ reconnaissance, yəni kəşfiyyat mərhələsidir. Bu, hücumçunun ilk addımıdır. Məqsədi isə hədəfi araşdırmaq, zəifliklərini tapmaq və gələcək hücum üçün məlumat toplamaqdır. İki növ kəşfiyyat var, passiv və aktiv kəşfiyyat. Passiv kəşfiyyat hədəf sisteminə birbaşa əlaqəyə girmədən aparılır. Məsələn, ictimai mənbələrdən ya da bundan əvvəl danışdığımız OSINT framework-undan istifadə edərək aparılır. Aktiv kəşfiyyat isə hücumçu artıq sisteminə əlaqəyə girir. Məsələn, port skan vasitəsilə açıq portları axtarır. Bu artıq aktiv kəşfiyyata aid olur. Kəşfiyyat mərhələsində istifadə olunan toollara, məsələn, Shodan, The Harvester, Maltego kimi toollara və Google Docs'lardan istifadə etməyi örnək vermək olar. İkinci mərhələ weaponization, yəni silahlandırma mərhələsidir. Bu mərhələdə hücumçu əvvəlki mərhələdə topladığı məlumatlara əsaslanaraq zərərli proqram və ya skriptlər hazırlayır. Məsələn, zərərli makro ilə Word sənədi yaratmaq və ya Trojan yazmaq silahlandırma mərhələsinə aiddir. Üçüncü mərhələ delivery, yəni çatdırma mərhələsidir. Burada zərərli fayl və ya kod hədəfə çatdırılır. Ən yaygın üsullar phishing e-mailləri, yəni e-post ola bilər və ya başqa yollar ola bilər ki, biz bu barədə danışmışıq əvvəlki dərslərimizdə. Drive by download, yəni hər hansı bir sayt ziyarəti ilə avtomatik yükləmə ilə çatdırıla bilər ya da USB cihazları ilə infeksiya yaymaq. Bu da əvvəlki dərslərimizdən danışdığımız fiziki hücumlardan biridir və bu üsullarla ya da başqa üsullarla hədəfə zərərli kod çatdırılmağa çalışılır. Dördüncü mərhələ exploitation mərhələsi. Zərərli kod hədəf sistemə daxil olduqdan sonra zəifliklərdən istifadə edərək sistemə nəzarət qazandırır. Məsələn, proqram təminatındakı səhvlər və ya düzgün konfigurasiya olunmamış sistemlər hücumçunun artıq bu mərhələdə sistemə nəzarət qazanmasına kömək edir. Beşinci mərhələ installation, yəni quraşdırma mərhələsidir. Burada hücumçu artıq sistemdədir və öz mövqeyini sabitləşdirmək üçün backdoor, arxa qapı və ya rootkit quraşdırır. Bu üsullar gələcəkdə ona təkrar giriş imkanı verir. 6-cı mərhələ command and control mərhələsidir. Hücumçu infeksiyaya uğramış sistemlə uzaqdan əlaqə yaradır. Bu, ona komanda göndərməyə və məlumat oğurlamağa imkan verir. Adətən bu əlaqə gizli kanallar vasitəsilə olur ki, hücumçu burada özünü gizlədir ki, əgər hücumu aşkarlansa, onu tapmasınlar. 7-ci və sonuncu mərhələ actions on objectives, yəni məqsədlərin icrası mərhələsidir. Bu son mərhələdə hücumçu artıq məqsədinə çatır. Bu, məlumatların oğurlanması, xidmətlərin pozulması və ya başqa zərərli hərəkətlər ola bilər. Müdafiə hissləri çalışır ki, olan hər hansı bir hücumu bu mərhələlərdən ən tez, ən əvvəlki mərhələlərdə və xüsusən də sonuncu mərhələyə çatmamış aşkarlayıb qarşısını alsınlar. Hər bir təhlükəsizlik insidenti iz buraxır. Bu izlərə log deyilir və onlar insident araşdırmalarının əsas hissəsidir. Əsas log növləri CM loqları, firewall loqları, IDS loqları və syslog sistemləridir. Investigation, yəni araşdırma mərhələsində vacib olan məqamlar hadisəyə cavab planını hazırlamaq, incident response, log məlumatlarının əlaqələndirilməsi, correlation və hadisədən sonra hesabatların hazırlanmasıdır. Hər hansı bir hücum olursa sistemə, bu hücumda mütləq sistemdə bir iz düşür. Yəni bu izə biz log deyirik və bu loqlar bizə hücumları aşkarlamaqda kömək olur. CM və SOAR sistemləri nədir? CM Security Information and Event Management açılımındadır. CM sistemləri şəbəkənizin müxtəlif nöqtələrindən təhlükəsizlik məlumatlarını toplayır, onları təhlil edir və anormallıqları aşkarlayır. Buraya daxildir serverlər, şəbəkə cihazları, domain kontrolörlər və s. CM ümumi olaraq bu saydıqlarımdan gedib loqları toplayır. Düşünün ki, bütün bu hissələrdə loqları izləmək, onları əlaqələndirmək çox çətin olardı bir-birləri ilə.
CM onların hər birini bir yerdə toplayır, onları analiz edir. Bu isə bizə hücumu aşkarlamaqda, eynilə loqları bir-biri ilə əlaqələndirməkdə kömək edir və hücumu aşkarlamaqda çox kömək olur. SOAR isə Security Orchestration, Automation and Response açılımındadır. SOAR, CM-dən gələn siqnallar əsasında avtomatik tədbirlər görməyə imkan verir. Bu sistem təhlükəsizlik proseslərini avtomatlaşdırır, təhlükəyə daha sürətli reaksiya verir, komanda üzvləri arasında koordinasiyanı yaxşılaşdırır. Məsələn, phishing e-postu aşkarlansa, SOAR avtomatik olaraq istifadəçinin e-postunu bloklaya bilər. Beləliklə, bu dərsimizin də sonuna çatdıq. Dərsimizi daha yaxşı mənimsəmək üçün CM və SOAR sistemləri haqqında əlavə araşdırma apara bilərsiniz. Gələcəkdə mən də CM sistemini quraşdırmağı və necə istifadə olunduğunu göstərəcəyəm. Əgər hər hansı bir əlavə sualınız varsa, bizimlə bölüşə bilərsiniz. Gələn dərsimizdə görüşənə qədər özünüzdən müğayət olun.